çoxdan olar. Niyə görə almıram? Başqa qayğılarım var ona görə. Ailə qayğıları, uşaqların təhsil qayğıları. Yadıma gelmiyor. Köyne vaxtdan, Sovetin vaxtdan almışım da baldılar. Ben 20 paltarlarım Sovetin paltarlardı. Yox, tələbə üçün normal deyil. Yəni bu adam 100 manat stipendiya alır. Yəni evdən nə qədər pul alır ki, yəni bu. Əgər başqa yerdə işləmirsə və ya qazancı yoxdursa, yox, mümkün deyil, ala bilməz. Gemi bir dəfə alırsan, bilirsən ki, bir dəfə qarşısından aldın qutardı, amma yemək bahalaşmasın, bu produkt çox bahalaşır. Onun qədrini bilmir. Yoxsa paltar geyməmək də olar. İstərsən geymərsən, elə deyil. Bir dənə sanarsın, geyərsən. Yəni vəziyyət belədir. Yəni belə desək, aylıq olaraq ən azı bir 800 plus 1000-ə yaxın maaş olmalı ki, ən azından ailəndən kənar özəl bir şey ayıra biləsən. Yəni indiki zamanda çox adamın zaten evi yoxdur, evsizlik daha çoxdur. Yəni bir evi əldə etmək üçün də insanların bir çoxu kirayədə qaldığına görə belə deyək də. Yəni həm kirayə pulu, həm ailə, həm övlad olduqca onun xərcləri artdıqca, yəni biraz özü ayırmaq vaxtı az olur belə deyək. Qiymətlər birində heç vaxt normal olmur. Əvvəllər məsələn alırdıq 500 manata, indi alırıq 1000 manata. Hər şey qalxıb bax, lap əladır. 15% yaşayır, yaxşı yaşayır. Münazim hər şey, hər yerdə olan görürəm, verməsin nələr. Ancaq 80-85%-i əlbəttə vəziyyəti çox içindədir. Millət dolanmır milləti, sürünür, sürünmət yəni.